MIQ və bloka uyğun maraqlı bir test nümunəsində gəlin izahına baxaq. Deyir ki, hansı nümunələrdə şəxs əvəzliyi yer zərfliyi vəzifəsindədir? 1. Əlimdə qalan ancaq sizdən gətirdiklərimdir. Sizdən sözü burada şəxs əvəzliyi, düzdür. Bəs bu şəxs əvəzliyi zərfliyidirmi? Hardan gətirdiklərim desək ki, bunları sizdən gətirmişik olardı, amma sizdən gətirdiklərim bütövlükdə fe'li birləşmə olduğu üçün d üstəgəllər axı. Fe'li birləşmə, yəni felsefə tərkibi olduğuna görə biz bunu belə təhlil edirik. Nə əlimdə qalan, nədir? Sizdən gətirdiklərimdir. Mübtəda xəbər. Yəni burada zərflik yoxdur. 2. Şikayətçilərlə görüş onlarda Sənanın anasıgilin köhnə evində idi. Onlarda bəli, harda sualına cavab verir, amma əlavəsi var axı bunun. Harda onlarda indi izah edək ki, onlarda haraymış ora? Onlarda Sənanın anasıgilin köhnə evində idi. Harda idi? Bax, axırında idi var. Deməli, burada da xəbərin əlavəsi var. Yəni, sağ tərəfə əsasən təyin edə bilirik. Bu da getdi. Bizim şəhərimizdə dünya liderlərinin görüşü baş tutdu. Baş tutdu. Nə? Dünya liderlərinin görüşü harda? Bizim şəhərimizdə. Burada da zərflik var. Şəxs əvəzliyi də var. Şəxs əvəzliyi yer zərfliyinin tərkib hissəsinə çıxış eləyir. Yer zərfliyi vəzifəsində deyil. Heç şəhərimizdə sözdə yer zərfliyi deyil. Bütövlükdə yer zərfliyi, yəni yer zərfliyinin ifadə vasitəsi, üçüncü növ təyin söz birləşməsi, yəni isim birləşməsi. Ona görə 3 də getdi. 4. Ayın sonu mən də sizdə olacağam. Nə deyəcəm? Olacağam, yəni iştirak edəcəm. Sizdə harda? Yer zərfliyi. 4. Sizin evdən bizə yarım saatlıq yoldur. Deməli, bax, hansı evdən? Sizin evdən. Belə deyə bilərəm. Bununla 5-dən qaça bilərəm, amma qaçmayın. Axıra kimi baxın. Hara yarım saatlıq yoldur? Bizə. Vəssalam. Deməli, 2 dənə şəxs əvəzliyi olsa da, birinci cavab olmasa da, ikinci şərtimizə uyğun gəlir və yer zərfliyi vəzifəsinə çıxış edə bilir. Ona görə 4 ilə 5-i götürürük, yəni C variantı düzgün cavabımız. Bu tip izahlar üçün bizi izləməyə davam edin. Aprel ayının 15-nə kimi açılacaq MIQ və İbtidai qruplarımıza qoşulmaq istəyənlər deməli, İbtidailər 055 597 01 51 nömrələrimizdən əlaqə saxlaya bilərlər. Xətrimə fikir verməyin. Filoloqlar isə 070 882 18 83-ə yaza bilərlər. Həmçinin bu nömrəyə abituriyentlər də yazıb blok sürət qruplarımızdan faydalana bilərlər. Bu tip izahlar üçün səhifəmizdə izləməyə davam edin. Sağ olun.